Tanınmış müğənni Gülay Zeynallı sentyabrın 29-da vəfat edən əməkdar artist Cabir İmanovla bağlı paylaşım edib. Qlobal İnfaz bizim mediaya istinadla xəbər verir ki, Gülay Cabir İmanovun ona illər öncə yazdığı mesajı paylaşıb. O, Cabir İmanov kimi bir dostu itirməyin ağır olduğunu bildirib. Stat: Heyif, dünən var olan insanın bugün həyatda olmaması çox üzücüdür. Hər zaman dostlarının uğruna sevinən, diqqətini əsirgəməyən insan, Allah rəhmət etsin. Statın sonu. Qeyd edək ki, Cabir İmanov sentyabrın 29-u paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirdikdən sonra vəfat edib. O, 1992-2001-ci illərdə Parniz Baku KVN komandasının üzvü olub. 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb. 2021-ci ildə isə tərəqqi medalı ilə təltif olunub. Allah rəhmət eləsin. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.